Sağ ol, hoş gelmişsin. Xoş gününüz olsun. Ana bu sizi mən arada rast gəlib belə dinləyirəm. Özüm düşünüb, yəni ortaya çıxardım bir şey sizlə paylaşmaq istəyirəm. Siz də öz fikrinizi, rəyinizi zəhmət olmasa mənə bildirərdiniz. Mən belə başa düşmüşəm ki, həyatda, yəni Allah hər bir insanı körpə uşaqkən doğuşda hamını pak, eyni yaradır. Sadəcə insanlar böyüdükcə Allah Quranda deyir axı ki, siz istəyin mən verim. Düşüncə baxımından hansı yol istəsə Allah ona verir. Bir məsəl üçün deyir ki, ağlından düşünüb keçirir ki, oğurluq eləmək istəyir. Deyir gedilər. Biri amma məsəl üçün düz yolu tutur, düşüncəsini ona da deyir ki, sən bu düz yol get. Nəticə etibarla dünyada iki cür insan yaranır. Səhv yolu gedən insanlar, düz yolu gedən insanlar. Və hansısa insan kobuddursa əgər, insanlarla düzgün rəftar etmirsə, düşüncəsi baxımından kiməsə gözü ilə baxıb onu qınayırsa, onun haqqında pis düşünürsə, Allah da yer üzündə olan eyni elə düşüncəli, pis insanları onun qarşısına çıxararaq həmin insanları cəzalandırır. Belə başa düşmüşəm. Kınamak, özü büyük günah. Sonra bir şeydə o uşaq vaxtı görmüşdüm. İndi 50 yaşım var mənim ana. İndi başa düşürəm. Uşaq vaxtı idi, mən rayon adamıyam. Qoyun güdürdüm. Meşəlikdə, dağların yanında qışqırırdım. Səsim gedirdi, dağa dəyirdi, qayıdırdı. Əks İndi, səda. indi bu 50 yaşımda başa düşmüşəm ki, insan başqa insanlarla necə rəftar edirsə, fərqi yoxdur. Açıqda danışıb məsəl üçün pis rəftar eləyə bilər. Daxilində hətta o insan haqqında pis başa düşürsə, artıq orada Allahın işinə qarışmış olur. Bəli də Ona görə də, bəli, ona görə də Allah eyni onun kimi azğın insanları onun qarşısına gətirib onu cəzalandırır. Belə başa düşmüş. Yəni o necə ki exo var, səsimiz Hem gedir, cezalandırır, hem qayıdır. de sınağa çekir tekrar. Sen azgına azgın kimi baksan, pis baksan, sen yine ceza yaşıyorsan. Çünkü ama onu da Allah harekete getirir seni de. Amma səbr elə bilsə həmin imtahandan keçmiş hesab olunur. Misal üçün biri Yok çıx, şükür, məsləhətinə şükür, yarattığına şükür, ya Rabbim desen, sen bu imtihandan geçirsen, sen karşındakine pis baksan, pis yaradıp da Allah deyirsən, ona bəli. pis baksan, o zaman sen ceza, Elə bir zina, şey, zina bakış edirsən. elə bir şey eyni vaxtda biz Allaha narazılığımızı bildiririk də ki, sən bunu nə pis yaratmısan, sən bunu niyə belə şey, elə bir şey narazılıq eləmiş oluruq da. Əgər Allah barışmasın. Kur'an'da aydın cümle var. Gördüğü işler barədə sorgu sual edilmir. Bəli. Allah deyir, kimi doğru yoldan çıxardarsa, o boş söhbətdir, siz nə istəyirsiniz verim. Mən çox şey istəyirəm, ya vermir. Boş söhbətdir. Allah kimi doğru yoldan çıxardarsa, heç kim ona doğru yolu göstərə bilməz. Öldürən də, güldürən də, ağladan da, oğru da, canı hamısı odur. Heç kim özünə məxsus deyil. Ana indi bir şey. Əgər Allah deyir sizin barənizdə sizə bir pislik edəcəksə, səni cani edəcəksə, oğru edəcəksə, pis bir insan, pis vərdişli bir insan edəcəksə və yaxud sənə mərhəmət diləyəcəksə, səni bir imanlı bir insan cərgəsinə dəvət edəcəksə, onun sizin barənizdə görəcəyi bu işlərə kim mani ola bilər? Yəni Allah özü bilir kimi necə idarə edir. Bəli. Heç kim özünə məxsus deyil. Qur'an-ı Adi, Kerim. adi ana baş ağrısı olmasın. Bir dənə də olmuş əhvalat danışım, ondan kifayətlənəcəm inşallah. Demək yaşadığım yerdə aralıq bir darvazalıq yerdir. Topik küçədə bir darvazalıq. Hər gün uşağı məktəbə aparanda maşınla oradan çıxanda mütləq gəlib orada maşına kimsə saxlayıb mənim yolumu kəsir. Bu gün Hansı zonadansan? Hansı Qəbələdənəm, Qəbələdən. Qəbələdən. zona? Var, köhdən var, təşin zadı. Qutqaşin, köhnə Qutqaşin.
Hə. Köhnə Qutqaşin. Orada İsmayıllı da eləmi? O Exo Hə, verir. Emə xanım. Geri qaydandı. Səs dağa görə deyirəm. Orada Hə, bir dağ yox, var. Qəbələdə olubdu. Yəni Qutqaşində yox. Qəbələdədir o, yoxsa mən Qutqaşində, bəli, bəli. Hə. Oralar Demək, çox ana. gözəldir. Mən oraları gəzmişəm. Demək, ana, hər dəfə Yalan. gün çıxanda aradan kimsə maşının kəsirdi qabağımı, əsəbləşirdim, hisslənirdim özümə. Başlayırdım ki, nə düşüncəsiz insanlar var, düşünmürlər ki, burada bəlkə birinin xəstəsi olar, maşından tez çıxmaq istəyərsə, belə özümə danışırdım. Bu danışdıqca da bu hal daha çox təkrarlanırdı, daha çox orada maşın saxlayanlar çoxalırdı. Axırda bir gün özümə dedim ki, mən Allahın işinə qarışıram, bu mənim sınağımdır. Ondan sonra başladım, çıxanda görürdüm ki, maşın var, sakit durub gözləyirəm. Ki, yiyəsi nə vaxtsa gələr, götürər, gedər. Bu minvarla sakit durmağa başladım. Bu səbirlilikdir də, Bəli. təmkinlik, Axırda səbirlilik. nəticə nə oldu? İndi daha mənim yolumda heç kim maşın saxlamır. Elə bir ki, Allah məni Nə gözəl. yoluna Qəbullanmaqdır. Bəli, elədir. Bəli. Qəbullandıqca o Yəni döngüyə belə- düşmürsən. Hə, belə şeylər başıma gəlib, şükür Allaha yavaş-yavaş düzgün qiymət verməyə öyrənirəm Allahın izni. Çingiz bəy, siz birinci dəfədir bura girirsiniz, qoşulursunuz, birinci Başlamağa dəfədir. birinci dəfədir, amma belə TikTokda ana çox rast gəlir, belə yanıb qulaq Hə, asıram. bizim yayımlarımız deməli ikinci gün, bir də 6-cı gün olur. Mən hiss eləyirəm ki, çox belə necə deyim, əsl bizim süfrənin adamısınız. Xoş olar biz sizi görsək. İkinci gün, bir də 6-cı gün bu yayımlar olur. Saat 23-dən sonra belə girə də İnşallah, bilərsiniz, inşallah. paylaşa da bilərsiniz, fikirlərinizi yaza da bilərsiniz. Çox xoş oldu. Xoş gününüz İmana, olsun. görün nə Çox gözəl sağ danışır olun. İmana. Deyir ki, Çox gözəl misal gətirdi. Mən deyir üsyan Yəni, elədikcə, səbir şadlığın mayasıdır, burada Bəli. deyilir də. bəli, ona görə üsyan etməməliyik. Bəli, Çünki isyan etməməli. narazılığımızı bildirsək, ondan betərini yaşayacaq. Bəli, sonra nəyə fikir vermişəm? Ətrafımdakı insanlara da. İnsan da olub, düzdür, onlarla hələ mənim fikrim onlarla alınmır. Mən danışanda onlar məni hələ qəbul eləmirlər. Çoxsa hətta məndən uzaqlaşıb bu düşüncələr görə. Məsəl üçün, insan da yanında oturur. Görürəm ki, başqa insanın dalınca danışır. Deyirəm ki, ay kişi, sən düşünmədən Allahdan şikayət edirsən. Deyir, o Bəli, necə olur ki? Deyirəm, onu yaradan Allahdır. Onu Allah yarar. Onu idarə edən də Allahdır. Təsadüf Bəli. dünyada heç nə yoxdur. O Allahdan istəyib yenə gəlib bura çıxıbdı. Sən də başlayırsan onu şikayət eləməyə, qınamağa, buna bax nədir, bu nədir? Sən Allahın başa düşmədən işinə qarışırsan, ona görə də sənin bütün işlərində axsayır həyatda. Bəli. Bəli. Biz hər şeyi Məntiqə. şükürlə qəbul etməliyik. Düz. Bəli. Çingiz bəy